Herkese selam, kanalıma ve yeni videoma hoş geldiniz. Bugün sizinle iftardan sonra çayla nuş edebileceğiniz çok asan ve lezzetli olan pirog resepti bölüşürüm. Bu pirogu sobada değil, qazın üzerinde pişirəcəyik. İndi isə keçək hazırlanma qaydasına. Bir qaba 3 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 çimdik duz əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Mikserə ehtiyac yoxdur. Bu formada qarışdırsanız kifayət edir. Daha sonra əlavə edirik 1 stəkan qatıq, 50 ml duru yağ, yarım çay qaşığı soda, 1 paket vanil əlavə edib qarışdırmağa davam edirik. Daha sonra 2 stəkan unu ələkdən keçirdərək yavaş-yavaş əlavə edirik və qarışdırırıq. Unu hissə-hissə əlavə etmək lazımdır. Çünki hər un fərqlidir və qatığın soluluğundan, yumurtanın ölçüsündən asılı olaraq unun miqdarı dəyişilə bilər. Orta ölçülü tavaya yağlı kağız sərib xəmirimizi bura əlavə edirik. Üzərinə zövqə görə xırdalanmış qoz, damla şokolad, nə istəsəniz əlavə etmək olar. Mən xırdalanmış qozla damla şokolad əlavə etdim. Daha sonra üzərinə yağlı kağız sərib qapağı örtüb qazın ən aşağı xodunda 30 dəqiqə qapağını açmadan bişiririk. 30 dəqiqənin ardından çöp vasitəsilə bişib-bişmədiyini yoxlayın. Tərs tərəfini çevirib qapağı bağlı formada 10 dəqiqə daha bişirin. Və budur, artıq piroqumuz hazırdır. Mən sonda üzərinə qatlaşdırılmış süd və toz halına gətirilmiş qoz əlavə etdim. Zövqə görə istəsəniz sadə formada da servis edə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun. Yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və videomuzu bəyənməyi, fikirlərinizi isə bizimlə bölüşməyi unutmayın. Hələlik!